Salam əziz dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün biz Gürcü dilində yeni dərsə başlayırıq və ilk olaraq yeni sözlərlə başlayırıq, yeni sözlər öyrənirik. Gəlin ilk olaraq bu sözləri oxuyaq, tərcümə edək, yəni mənasını öyrənək. Sonra da bu sözləri bir dəfə dinləyək ya da siz desəniz daha artıq da 2-3 dəfə dinləyə bilərsiniz videonu dayandırıb ki, sözlərin düzgün deyilişini də, düzgün tələffüzünü də yadımızda saxlayaq. Başlayaq sözlərimizin tərcüməsi ilə. Xili. Xili meyvə deməkdir dostlar. Vaşli alma, msxali armud, adami şaftalı, bali gilas, alubali albalı, yəni vişnə dediyimiz. Marçqvi çiyələk, jolo moruq, aluça alça, leğvi incir, qurdzeni üzüm, broceuli nar, qarqari ərik, qomşi hayva, nigozi bu isə ceviz deməkdir. Portoxali portaxal, kivi kivi, grapefruti yəni greypfrut, peyxoa feyxoa, qenqra gilə meyvə, sazamtro qarpız, nesvi yemiş, kliavi cavalı, banani banan, ananasi ananas, çabli şabalıd, bostneuli tərəvvəz, lobio lobia, İspanaxi İspanax, çarxali çuğundur, stapilo yerkökü, boloqi turp, tğemali tğemal, mtsvanili yeşillik yəni göy-göyərti, oxraxuşi bu cəfəri yəni petruşka dediyimiz, qama şüyüd, niyaxuri bu isə kərəviz, yəni niyaxur dediyimiz, miyaxur dediyimiz, kinci kişniş, qona isə qoma deməkdir. Göyərtini aldığımız zaman qoma ilə alırıq, buna qona deyilir Gürcə. Soko göbələk deməkdir, mtsnili turşu deməkdir dostlar, mtsvadi bu isə kebab deməkdir, tikə kebabdır bu. Sonra qvino şərab, muraba mürəbbə, suneli ədviyyat, sunel ədviyyat. Mçaddır bu dostlar, mçadi qardalı unundan hazırlanan balaca çörəkdir. Arçevani seçim deməkdir. Kotani bu isə dostlar gildən düzəldilmiş bir qazandır, qavdır. Kotani gildən düzəldilir bu. Amiconet mənim üçün çəkin deməkdir, nə isə çəkin. Sonra mindaviqido almaq istəyirəm, mindaviqido almaq istəyirəm. Mindacavide getmək istəyirəm. Mindavnaxo görmək istəyirəm. Mindaqavaqeto etmək eləmək istəyirəm. Mindadavreko zəng etmək istəyirəm. Qayxare deməli dostlar, qayxare bunu birisinə sağ ol dediyimiz zaman istifadə edirik. Hətta dəyməz mənasında belə istifadə edə bilirik biz bunu. Məsələn, birisi nəsə bir şey edir bizim üçün və biz də onu cavab olaraq deyirik, qayxare. Qayxare. Əslində qaxare nədir? Sevinmək deməkdir, yoxmu? Qayxare yəni bu sevin mənasındadır. Yəni sağ ol deyə işlədirik biz bunu, o mənada işlədilir bu. Sonra nə var? İdulops yəni alır, iqidis alacaq, iqida aldı. Almaq feili 3 zamanda. Son sözümüz isə mravalperovani produkti ya da sursati. Sursati produkti ikisi də produkt deməkdir. Mravalperovani isə rəngarəng, yəni çeşitli deməkdir. Bu yeni dərsin sözləri idi. İndi isə gəlin keçək və bir ekranda gördüyünüz bax bu feillər haqqında danışaq. Deməli dostlar, ilk olaraq buraya yazılıb is aqeteps ya da amzadeps sadils. Yəni o yemək aqeteps, amzadeps. Amzadeps
hazırlayır deməkdir. Aketepс düzəldir deməkdir. Yəni yemək düzəldir, yemək hazırlayır ya da aketepс yemək bişirir, o mənada, yoxmu? İndiki zamandadır burada. Aketepс, amzadeps ikisi də indiki zamandadır. Marina aketeps acapsandals da gemriye salateps amzadeps. Yəni o acapsandal bişirir və dadlı salatlar düzəldir. Gemriyeli dadlı deməkdir. Gələcək zamanda indi verilib. Xval is gaaketepс muamzadeps sadis. Sabah o bişirəcək ya da hazırlayacaq yemək. Xval marina gaaketeps acapsandals da gemriye salateps muamzadeps. Həmən yuxarıda olan cümlə indi gələcək zamanda verilib. Sonra keçmiş zamandır. Quşin man gaaketa ya da muamzada sadili. Dünən o bişirdi ya da hazırladı yemək. Burada fikir verin şəxs əvəzliyinə. Şəxs əvəzliyimiz man şəxs əvəzliyidir. Çünki feillər artıq keçmiş, bitmiş zamandadır. Və yenə nümunə quşin marinam gaaketa acapsandali da gemriyeli salatebi muamzada. Və dördüncü forma minda gavaketo ya da movamzado sadili. Burada artıq qavşirebiti, feil qavşirebiti formadadır. Biz bunu mütləq öyrənəcəyik. Gələn dərsdə mütləq bu haqda danışacağıq. Biz minda gavaketo, yəni minda gavaketo sadili, yəni yemək bişirmək istəyirəm ya da movamzado hazırlamaq istəyirəm deməkdir bu. Nümunə də verilib. Me minda gavaketo acapsandali da gemriyeli salatebi movamzado. Me minda gavaketo acapsandali da gemriyeli salatebi movamzado. Deməli dostlar, fikir verin. Birinci və ikinci nümunədə haradakı feil indiki zamanda və gələcək zamanda idi. Obyekt mitemiti brunvada hallanmışdı. Məsələn, birincidə acapsandali olmuşdu. Acapsandals da gemriyeli salatebi, gemriyel salatebs mitemiti brunvada idi. Yəni yönlük halda idi. Amma üçüncü və dördüncü nümunədə, üçüncüdə artıq keçmiş bitmişdə, dördüncüdə qavşirebiti formada. Burada artıq obyekt saxelobiti brunvada idi. Yəni adlıq halda idi. Fikir verin. Acapsandali, gemriyeli salatebi. Belə verilibdir. Yəni sözlər hallanmayıb heç bir halda, heç bir şəkilçi almayıbdır. Buna da mütləq fikir verin. Bəli, bugünlük bu qədər deməli dostlar. Bugün daha çox sözlər çoxdur bugünkü dərsdə. Ona görə sözləri öyrənin mütləq. Yəni feil elə də çox deyil. Burada sadəcə 2 feil var və sadəcə üçüncü şəxsin təkindədir. Amma əlbəttə ki, biz bu feilləri mütləq sonraki dərsdə digər şəxslərdə də öyrənəcəyik və qavşirebiti, yəni bu dördüncü forma haqqında da mütləq minda gavaketo və minda movamzado, bax bu haqda da mütləq əlbəttə ki danışacaq. Bugünlük bu qədər. Hər birinizə uğurlar arzu edirəm. Gələn dərslərdə görüşəndək sağ olun, salamat qalın. Qarqad.